Və həsədin tərifi barəsində elm əhli buyurub ki, qardaşında olan nemətin aradan getməsini istəməkdir. Qardaşında olan nemətin aradan getməsini istəmək həsəddir, qardaşlar. Və insanın, təsəvvür edin ki, insanın öz içində kaş ki bu nemət ondan getsə deyə fikirləşməsidir. Kaş ki bu nemət ondan getsə, Allaha sığınırıq. Yəni bir insanın qardaşına qarşı bunu etməsi həsəddir. Məsələn, bir insanda görürsən ki, Allah Taala ona vermədiyi şey, yəni sənə vermədiyi şey ona müvəffəq edib. O istər dünya malından bir mal olsun, ruzi olsun, yəni dünya içində nə fikirləşir, ev, maşın, var-dövlət və s. Və həmçinin ola bilsin ki, insana axirət neməti, axirətə Allaha yaxınlaşdıracaq nemət verilibdir ona. Məsələn, Quran hafizi olmağıdır, müəyyən ibadətlərin o şəxsə asanlaşdırılmasıdır və sən də bunu görürsən və ondan daha çoxunu onun üçün istəməyin bu hədisə müvafiq olmalıdır. Bunun əksi isə nədir? Həsəddir, qardaşlar. Yəni insan istəyir ki, o nemət kaş ki ondan gedəydi. Lakin həsəd sadəcə bundan ibarət deyil, qardaşlar. Sən öz-özünə bu şeyi deməsən də başqa şeylərlə həsəd edə bilərsən. Məsələn, qardaşına verilən nemət ki var, hansı ki sənə verilməyib, səndən əksik qalıb və içində o nemətin ona verilməsinə görə əgər sənin qəlbində sıxıntı keçirirsənsə, bu da həmçinin həsəddir, qardaşlar. Yəni sanki bir insana nemət verilməsi, sənin gözünün qabağında nemət verilməsi sənin qəlbinə batırsa bu şey, səni hüzünləndirirsə, sən elə bu şeyi deməsən belə, kaş ki o nemət ondan gedər də deməsən belə, qəlbində sıxıntı keçirdirsənsə, bu mücərrəd olaraq həsəddir, qardaşlar. Allaha sığınırıq.